onlara cavab verməyə çalışacağıq. Elə mən vaxtdan suala keçmək istəyirəm. İlk sualı Pünhan qardaşa yönləndirək. Qardaş, deməli, İmzadəlik başqa fikirlə normal etmək nədir? Hər birinizi salam, bizə salamlayıram. Dəvəti üçün çox təşəkkür edirəm. Mövzu çox gözəldir, dərindir. Eyni zamanda mövzudur. Nəinki indiki dövrə, hər bir dövrü əhatə edən bir mövzudur. Təbii ki, əgər bu sosial varlıqsa, mütləq ki, cəmiyyətin və yaxud da xalqın baxışları bizim olacaq. İslami tərəf, yəni İslamda insanın həyatında 3 əsas meyar qərarlaşdırılıb. Yəni bu cür olsa da olar belə desək, bir Allahın razılığıdır, bir hissəsidir, haqq və ədalət. Bunlar üçü bir vəhdət halında olur ki, əgər bu qəbul olunmazsa, bu 3 meyar qəbul olunur, baxış əsarəti də insana təsir eləməyə başlayır. Birincisi təbii ki, Allahın razılığını biz düşünürük. Əgər Allahın razılığı Allah dedikləri qayda, qanun gedərsə, təbii ki, xalqın baxışı ikinci plana keçəcək. Və bunun yolunda biz baxırıq ki, indiki də olsun, din xadimləri olsun, və yaxud da dinlər olsun, və yaxud da keçmiş əsrlərə bax, Adəmdən Xatimə və bir günə qədər hər kim Allahın razılığını qazanaraq və bu yolda müəyyən olub, təhqirlər olub və İslam Peyğəmbəri bunu götürmək olar ki, Allahın razılığı üçün gördüyü işlərdə təbii ki, Peyğəmbərin başına atıblar, təhqir də eləyiblər. Çünki Allahın insanlara çatdırmaq üçün devirdə də eyni ilə bu cürdür. Və eyni zamanda biz Qurani Kərimədə baxanda görürük ki, Allah sözlərini Peyğəmbər cəmiyyətdirarkən mütləq formada insanlar arasında təhqir, tənqid hadisələr baş verir. Çünki xalq razılığı olsa da Allahın razıdırsa, əgər xalq razı olsa, Allahın narazı təbii batil yoldur. Xalq narazıdır, amma Allah razıdırsa, təbii ki, bu yol haqq yoldur. Pünhan qardaş, Pünhan müəllim, sizə görə yəni səsləndir, verdiyiniz cavaba görə minnətdarlıq bildiririk. Həqiqətən, yəni əsas təməl olaraq, prinsip olaraq şəxs Allahın razılığını əldə, insan razılığını qazanmaq ki, bunun müqabilində insanlara bu narazılıq səbəb olmamalıdır ki, insan ilahi razılığından uzaq olsun. Bir dənə qısa misal, bu günləri cəmiyyətimizin problemi olaraq bunu misal olaraq göstərə bilərik. Misal üçün, İslam dinində haramdır, içki ilə alışı, satışı və s. Misal üçün, bir valideyn öz övladına toy eləyir, içki də haramdır, musiqi haramdır. Və qayıdır deyir, yox, mən içkili toy eləməsəm, mənə cəmaət mənim toyuma gəlməz və s. İlaxır, yəni insanların Allahın razılığından üstün tutdu. Yəni insanların razı qalması, yox, qoy Allahın qəzəbini qazansam da olar. Müştəki razı qalsın. Bu batil fikir insanların axirətini məhv edən cavablarınıza görə təşəkkür edirik inşallah. Növbət səsləndirmək istəyirəm. Ziyad qardaşlar. Bəli, buyurun. Əgər Peyğəmbər də insanların, belə deyək, razılığını qazanmaq üçün hökmlərinə göz yumsaydı, təbii ki, İslam devrə gəlib çatmazdı. Allahın qabağı keçir və bizə tam şəkildə gəlib çatır. Bəli. Növbəti sual səsləndirmək istəyirəm Ziyad qardaşa. İnşallah ki, niyə bugün şəxsi qərarlarını belə başqalarının təsdiqi ilə verir? Bəli. Mən də salamlayıram və efir sahibini, aparıcını və qonaq eksperti. Ümumiyyətlə, bu da bu gün aktual
məsələlərimizdən biridir. Ümumiyyətlə, bunun bir çox səbəbləri var. Və bu səbəblərdən biri kimi bunu demək olar ki, burada nəfsin zəifləməsi və insanın arxain olmamağı istəyi dayanır. İslamda insanın özünə hörmət etməsi məsələsi var. Yəni insan öz dəyərini, qədrini bilməlidir. Allah onu dəyərli yaradıb. Quran buyurur ki, "Ləqəd xalaqnal insana." Pünhan müəllim, Hə, Ziyad müəllim, səsim sizə gəlir? bəli, bəli, gəlir. Belə mövzuya qaldığımız yerdən davam edək. Müəyyən texniki problemlər yarandı. Bəzələri buyurun sizi dinləyirik. Bəli, qeyd etdiyim kimi birinci məsələ dediyim kimi nəfsin zəifləməsidir. Verdiyiniz sualın cavabında ki, insan bu gün şəxsi qərarlarını belə başqalarının təsdiqi ilə əgər verirsə, sonra bundan əlavə xalq baxışında sitayiş, xalqa sitayiş, yəni insan öz əməllərini, işlərini Allaha xatir yox, insanlara görə eləyə. Yəni riyakarlıq deyirlər buna və hətta bəziləri bu cür deyirlər ki, gizli şirk deyirlər buna. Yəni insan öz əməlində Allahın razılığından daha çox xalqın razılığını düşünə. Bu da riyakarlıqdır və təbii ki, bu da böyük günahlardandır. Bu bir məsələ və bir məsələ bunu əlavə etsək, ixlasın, səmimiyyətin zəifləməsi. Yəni insan ixlas biz deyərkən nəyi nəzərdə tuturuq? Yəni səmimiyyət, Allaha həqiqi mənada ibadət. İnsan səmimiyyəti azalarsa, işi yalnız Allaha xatir yox ki, xalqa xatir, insanlara xatir eləyərsə, bu da təbii ki, bu problemlərə gətirib çıxarda bilər. Ondan sonra qorxu və ayıbdan, ondan sonra qınanmaqdan qorxmaq. Məsələn, bir var Allah qorxusu. Məsələn, insan Allah qorxusu insanı düz yola yönəldər. Təbii ki, bizə hədislərdə buyururlar ki, İslam dinində insan iki halla həyatda yaşamalıdır. Həm xof, həm rəca. Yəni həm Allaha Bəli, qorxu halı olmalı insan, həm də rəca, ümid halı olmalıdır. Bu iki halla yaşamaq bəli. lazımdır. Amma bəzən insan olur ki, xalq qorxusu yaranır insanın məsələn qəlbində. Bu da insanın qəlbindən getmir. Bir hacət kimi insanın qəlbində bir əsir olur ki, görən mənə nə deyərlər? Mən bu işi eləsəm, mən bu addımı atsam, sözü danışsam, mən bu libası Yəni geyinsəm və Allah s. buna Taala'nın əlavə insanların razılığı bir növ təməl problem budur. Bəli, bəli.
təməl problem budur və dediyimiz kimi təməl problemlərdən biri budur, bundan ibarətdir. Bəli. Və bir problem də nəfsə uyğun gələn ki, bugünkü mövzumuz həm də sizin doğrudan çox gözəl mövzu qoymusunuz. Bugünkü dövrümüzdə aktual mövzulardan biridir bu mövzu və dövrümüzün problemlərindən biridir və biri də budur ki, məşhurluq arzusu. Nəfsə xoş gələn məşhurluq Bəli. arzusu. Məsələn, şeytanın tələlərindən biridir. Məsələn, insan təriflənməyi sevir. İstəyir ki, onu başqaları tərifləsin. Bəyənilməyi istəyir. Bundan sonra göz önündə olmağı sevir. Yəni bunlar da həmən bu problemlərdən biridir ki, şöhrət, alimlər deyirlər ki, şöhrət arzusu insanı ixlasdan çıxarar. İnsanın məşhurluq arzusunu, məşhurluq dalıcan getməsi insanı nə deyib? İxlasdan çıxardar ki, bu da bir məsələdir və Bəli. tərbiyə mühitinin təsiri. Tərbiyə mühitinin təsiri. Məsələn, xalq nə deyər? Bayaqki dediyim məsələ. Məsələn, bunun da kökü təməlləri təbii ki, insanın uşaqlığına qayıdır. Məsələn, uşaqlığına qayıdır və uşaqlıqdan bunu uşağa tapşırırlar, bunu belə, bunu elə demə, bunu bu cür eləmə və s. Sənə filan şey deyərlər, sənə filan təzyiq eləyərlər filan. Bu cür nə? Bu da nə deyib? Camaat nə deyər? Məsələn, mənə bu addımı atsan, mənə nə cür yanaşarlar ki, bu da bir problemlə qaynaqlanır, yəni uşaqlıq çağından qaynaqlanır və bir məsələ də təvəkkülün zəifləməsi. Təvəkkülün zəifləməsi. İnsan Bəli. təvəkkülünü biz bilirik ki, İslamda insan bütünlüklə təvəkkülünü Allaha eləməlidir. İnsan Allaha yaxınlaşdıqca, Allaha yaxın olduqca daha da çox besini çoxalda bilər, səmimiyyətini çoxalda bilər və öz güvənini möhkəmləndirə bilər. Amma insan təbii ki, təvəkkül eləməklə yanaşı, təbii ki, bizim İslam dini bunu bizə tapşırıq verir ki, insan qərar verməzdən əvvəl nə etməlidir? Araşdırır. Bir məsələ haqqında araşdırmalıdır. Bundan sonra məsləhət almalıdır və düşünməlidir və bundan sonra Allaha təvəkkül eləməlidir. Ya bunlar öz yerində olduqdan sonra Allaha təvəkkül eləməlidir. Məsələn, bunun bariz nümunəsi də mən qısa deyə toxuna bilərəm ki, Uhud müharibəsi. Uhud müharibəsində Həzrət Peyğəmbər müharibədən qabaq öz səhabələri ilə məsləhətləşdi, götür-qoy elədi, amma Peyğəmbər yenə də sonda öz qərarı ilə, öz bildiyi ilə hərəkət elədi. Bu qədər. Aydındır Ziyad bəy, minnətdarlığımı bildirdiklərinizə bir neçə əlavə eləmək olar. Məsələn, məşhur Cəfər Sadiq rəsmi bir hədis var ki, axır zamanda məşhurlaş imam tövsiyə edir. Yəni axır zamanda, yəni artıq o dövr şəraiti axır zamanda bu dövrdə məşhurlaşmamağı imam tövsiyə edir. Yəni qeyb dövründə axır zamanda çalışın ki, məşhur. Bu bir məsələ, digər məsələ də bundan ibarətdir. Əslində bu sualımızda yoxdur, sadəcə olaraq sizin biz çıxan, yəni verdiyiniz cavab belə bir fikir yarandı. İndi yəni qısa vaxt ərzində biz bu şeiriyərik. Ümumiyyətcə biz ki deyirik, insanların razılığını biz bəzən önə çəkirik, Allahın razılığından da önə qoyuruq, əslində deyir və s. və ilaxır. Əslində bəzən özü çox olan bir şeyi cəmiyyət normal qəbul edə, insan da bunu normal qəbul etməyə başlayır. Yəni həmin o insanların fikrini ki, önəmli sayan şəxs ki var, amma insanlar bunu normal qəbul edir deyənə bir çox insan. O da başlayır o şeyi normal qəbul etməyə. Halbuki o şey öz-özündə Allahın haram buyurduğu bir əməldir. Biz özün primitiv bir dənə misal deyim də. Bu günlər İslamda məhrəm məsələsi var. Yəni qazın naməhrəmlərin nəzərindən qorumalıdır. Amma bu günləri cəmiyyətimizdə yayğın bir hadisə var. Naməhrəm qadın gedir bir dənə haram bir toya, dünyavi bir toya. Kişilərin qabağında oynayır və bu da çox da irad bildirilmir, normal tərəf olunur da. Məsələn, ailəsi ilə bir yerdə gedir, naməhrəmlərin qabağında oynayır. Yəni bunu kimsə problema çəkmir. Niyə? Çünki cəmiyyət bir dəqiqə buna problem kimi baxmır. Amma öz-özündə müşkil bir məsələdir, haram bir əməldir. Nə var deyən insanlar arasında bu şey yayğındır, bu şey normaldır. Bunu qəbul edirlər. Bu da böyle problemlərdən biridir. Bəli, əhsən. Elədir. Elə inşallah ki, səsləndirmək istəyirəm. Pünhan qardaşım vermək istəyirəm. Belə ki, sosial şəbəkələrin davranışımızı göstərməkə necə sirib? O zaman
Onlar xüsusən sosial şəbəkələrdə bilirsiniz, daha çox həm belə deyək, həm təbliğatlar daha çox gedir sosial şəbəkələrdə, həm xeyriyyə işləri, həm haqsızlıq yağma hər bir cəhətdən, yəni sosial şəbəkələrdən insanlar istifadə edirlər. Bu da həm də insanın dəyəri onun niyyət, səmimiyyətindən və Allah gizli rabitə ilə müəyyən olunur. Amma sosial şəbəkənin mədəniyyəti bu ölçünü son zamanlar demək olar, yəni dəyişib. Niyyət yox, görüntü əsas olub, əməl yox, nümayiş əsas olub, yox, izləyici əsas olub. Ona görə də insanlar hansısa bir işlər görəndə görürsən artıq bu reallığa gedir, özünü göstərməkliyə son zamanlar gətirib çıxardıb. Xırda bir işləri çəkir sosial şəbəkələrdə görüntülü eləyirlər və adını da qoyurlar, məsələn, təbliğatdır ki, məsələn, təsir qoyar. Hətta biz baxırıq ki, bizdə də var və əxlaq alimləri tövsiyə edir. Hətta ibadət belə niyyət pozularsa, nə qədər ibadət eləyərsənsə, onun da bir faydamayacaq. Ən böyük ibadəti, namazın, orucu olsun, orada Allahın xəttindən çıxarsa, riyakarlığa doğru gedir. Və son zamanlarda baxırıq sosial Hətta bu şəbəkələrdə günaha yazılır. Günah qazanır. Yaşılıqları bölüşmək daha yaxşı bir şeydir. Bunu gizli form olunsa daha yaxşıdır. Onun da təbii ki, mərhələlər var. Hansı forma aşkar eləmək olar. Biz götürürük, məsələn, Peyğəmbər və Ali Peyğəmbərdən ki, bu əməli eləyib və insan deyib ki, onların da həddi var. Amma son zamanlar rəvayəti, bu hədisi örnək görək, xətdən hər bir işdir, sanki bir təbliğat məqsədidir. Amma görürsən ki, bu təbliğatın fonunda insan və riyakarlıq deyən. Məsələn, əvvəllər insanların da belə bir şuur var ki, Allah əməlür, amma son zamanlarda görsən ki, insanlar necə baxar, insanlar bu əməli görəndə necə dəyər verəcəklər mənə, bir növ belə desək, reklam xarakterli edirlər. İslam amma təbii ki, göstərişə yox, yəni ixlasa daha çox önəm verir. İxlasla görülən 1 manat, ixlassız görülən təbii ki, 100 manatdan daha xeyirli olar. Ünvan qardaş, misal Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin bir hədisi var. Buyurur ki, yəni Peyğəmbərimin şirk etməyindən qorxuram. Peyğəmbərə sual verirlər ki, ya Rasulallah, və səndən sonra sənin ümmətin yenə aya, günəşə, bütə ibadət eləyəcək. Deyirlər ki, yox. Bəs deyir, narazısan, deyir ki, onlar deyir, riya edəcəklər. Riya da gizli şirkdir. Yəni, zahirən Allah üçün, batində isə Allahdan qeyriləri. Vəzifəyə görə ola bilər, hər hansı bir şəxslərə görə ola bilər, məhdurluğa görə və s. və ilaxır, bütün bunlara səbəb olur da, yəni riya. Zahirdə Allahdan, amma batində Allahdan qeyriləri üçündür. Bu da gizli şirk adlanır. Məsələ də bundan ibarətdir ki, bunun günah olmağının tərəfi ilə yanaşı bir dənə problem budur ki, yəni insan ki, müəyyən yaxşılıq edir, onu yaxşı dərəcədə paylaşır. Bunu elədiyi insanın da şəxsiyyətinin qürurunun qırılmağına gətirib çıxardır. Məsələn, 5 man yardım eləyəcək bir sumka bazarlıq aparır, verir. Daha bir Hollywood çatlasına vermək istəyir ki, ora təşviş olsun ki, bütün dünya görsün, sədəqə verir. Axı bu daha gözəl olar ki, gizli şəkildə olsun. Fikirləşsən ki, yəni insanı təşviq eləməyəsən, bunu çərçivədə elə və salam. Daha sən bunu hər elədiyi çəkirsən, paylaşsan, artıq mən dəyər və daradan aparır. Onun üçün çox doğru vurğuladınız. Allah sizdən razı olsun, Bülhan qardaş. Minnətdarlığımı bildirirəm sizə. Sualı inşallah ki, Ziyad bəyə səsləndirəcəm. Ziyad qardaş, xalq baxışı əsası gələn yetkinliyi və şəxsiyyəti üçün hansı təhlükələr yaradır? Bəli, çox sağ olun Zeynalabdin qardaş, Allah razı olsun sualınıza görə. Bu İslamda mərdumzədə adlanır İslam terminologiyasında. Yəni xalq qorxusu, riya, nəfsin əsarəti deyilir buna. Təbii ki, burada ilk növbədə birinci dayanan problem şəxsiyyət zəifliyidir. Bunu psixoloqlar da təsdiq edir, psixologiya elmində də bu var.
və dinimizdə də, hədislərimizdə və ayələrimizdə buna biz rast gəlirik ki, necə ki, Həzrəti Əli əleyhissalam buyurur ki, özünü xalqa bəyənmək üçün yaşayana Allah öz yolunu göstərməz. Kim ki xalq üçün yaşayar, Allah onun yolunu ona göstərməz. Bu birinci məsələdir. Yəni insanın şəxsiyyəti zəifləyər, şəxsiyyət zəifləyir. İkinci məsələ dediyimiz kimi, bayaq da qeyd etdiyimiz kimi riya məsələsidir. Yəni özün göstərməsi siz də çox gözəl qeyd etdiniz. Bu məsələsi də budur ki, buna gizli şirk deyirlər, xəfi deyirlər buna, şirkül xəfi. Yəni bəzən insanda bir şirk daxilində özünün də xəbəri olmadan və zahirən vacib deyil ki, Allahı nəuzubillah dini inkar edə. Bəziləri zahirdə inkar edir. Bəzən də bəziləri özü bilmədən və yaxud bilərəkdən əməlləri ilə gizli şirkə qədəm qoyarlar, addım atarlar ki, bu da təbii məlum məsələdir. Yəni bunun əlamətləri nədir və nələrdən ibarətdir? Və üçüncü qorxaqlıq və zəif iradə. Qorxaqlıq və zəif iradə. İmam Sadiq əleyhissalam buyurur ki, gözəl bir hədisi var, buyurur, insanlardan qorxan gerçək mənliyini itirər. İnsanlardan qorxan gerçək mənliyini itirək. Bizə tapşırılan tövsiyə bu. Biz birinci Allaha təvəkkül eləyək. Allahdan qorxaq. Bütün işlərimizdə Allahı nəzərimizə gətirək. Məsələn, bugünkü gənclərdə bu problemlər üzərində mən deyərdim bu cür ki, çox bu problem var ki, məni qınayarlar, məni qınayacaqlar. Görən mənə nə deyib, bayaq da mənə nə deyərlər. Cəsarət itir, qərar vermək məsələsi çətinləşir. Ondan sonra öz həyatını yaşaya bilmir, öz başqalarına görə yaşayır ki, məsələn, başqaları mənə əhsən desinlər, başqaları tərif desinlər. Təbii ki, bunların hamısı geniş bir saatlar tələb edir ki, biz bunlar haqqında söhbət eləyək. Və biri də nəfsin böyüməsi, əziz qardaşım, Zeynalabdin qardaş, nəfsin böyüməsi və təkəbbür. Bax, bu da gətirir, bu təhlükələrə çıxardır. İnsan bilirsiniz ki, ümumiyyətlə nəfsin mərtəbələri var da, onlardan biri də nəfs-i əmmarədir. Nəfs-i əmmarə hər zaman insanı günaha səsləyən bir nəfsdir. İnsanı səsləyir ki, falan günahı elə, falan işə narahat olma, sonra tövbə eləyərsən, sonra istiğfar eləyərsən. Bu nəfs-i əmmarədir ki, insan daxilində bir nəfsin mərtəbələrindəndir ki, bəli. Və gənc başqalarının rəyi ilə yaşayanda görürsən ki, nəfs-i əmmarə məsələsi daha çox qabarır. Nə baş verir? Tərifə öyrəşir. Bax, bu bugünkü yenə deyirəm, amma bizim qlobal problemlərimizdən biri budur ya. Başqalarının, bir gənc başqalarının rəyi ilə yaşayanda baş verir, tərifə öyrəşir. İstəyir ki, hər zaman bunu tərifləsinlər. İkinci, tənqidə dözə bilmir. Tənqid eləyirsən, yaxşı mənada da, yəni həqiqi olaraq ki, hansı ki, o şey onda var. Təbii ki, tənqid bizim dinimizdə də zahirdə Həzrət Əli buyurur ki, olunan tənqid olmaz. O üzr istəyirəm, təhqir olar. Bir kəsə əgər eybin demək istəyirsənsə, ona gizlində deməlisən. Tənqidə tab gətirə bilmirlər. Aşkarda verilən nəsihət yox, təhqirdir. Belə bir hədis var. Nəsihət yox, təhqirdir, bəli, Həzrət Əli buyurur, bəli. Üçüncü budur ki, ego məsələsidir. Egosu şişir. Bəzi görürsən gənclərdə bu ego qayda böyüyür ki, söz deyə bilmirsən. Məsələn, ondan yaşlı böyüksən, o səndən yaşlı kiçikdir. İstəyirsən bir qardaş kimi bir yaxşılıq eləyəsən, köməklik eləyəsən, görürsən söz deyirsən acığına gəlir, toxunur. Bunlar nədir? Bunlar hamısı daxildə gedən, siz dediyiniz kimi içəridə gedən o nəfsi təkəbbürün əlamətlərindəndir. Və bayaq da siz gözəl dediniz, əziz dəyərli qardaşım, ki, şəxsiyyət üçün hansı təhlükələr yaranır, şəxsiyyətin formalaşmasında hansı təhlükələr yaranır. Onlardan biri də çox bayaq siz gözəl qeyd etdiniz. Adət üçün, dəb üçün, müasirlik üçün günah. Məsələn, Quran-Kərim buyurur ki, ayə var. Onlara tabe olma. Ayə var. Hud surəsində Allah təala buyurur, onlara tabe olma ki, azmasınlar. Yəni azğın olmayasan. Onlara tabe olma ki, azmasınlar. Təxminən belə bir ayə var Hud surəsində. Yəni məsələn, təbdəb üçün belə desək, ibadəti tərk eləmək. Adın müasirlik qoyur. Adın belə deyək də tezə bir mod qoyur və s. və ilaxır. Dəb üçün ibadəti tərk eləyir. Mən namaz qılmıram, oruç tutma. Bunlar köhnələrin fikirləridir. Bir məsələ bu. Və yaxud məsələn, üzr istəyirəm, pis vərdişlərə qurşanır, pis aludəçiliklərə qurşanır. Siqaret, içki, qumar.
təlxəylik, Bəli. özün sübut eləmək üçün nümayişkarcasına, özünü etmək üçün mənfi hərəkətlərdən istifadə eləmək, bu da nədir? Bu da bir həmin o məsələnin köklərindən biridir və Aydın növbəti məsələdir. Bəli. məsələ də bundan ibarətdir ki, əziz mənim qardaşım, içinin boşalması, yəni yalnız daxili aləminə yox, zahiri aləminə fikir vermək. Yəni görüntüyə fokuslanmaq, özün Bəli. göstərmək. Yəni bu riyakarlığın bu əsas elementlərinin ən başlıcası budur. Həzrət Əlislam buyurur ki, gözəl bir hədisi var. Buyurur ki, insanın gözəlliyi onun əxlaqındadır, nəinki onun zahirindədir. Bizə qiyamət günündə bizə baxmazlar ki, Bəli. bu zahirən gözəl, məsələn, qadındır, gözəl bəydir, buna aparın cənnətə. Yox, Bəli. insanın daxili aləminə baxarlar ki, bəli, əgər sənin daxili gözəlliyin varsa, bu da nədir? Əxlaqı Bəli. formaq üçün gözəl bir işlərdən biri ola bilər. Bəli. Buyurun. Ziyad bəy, minnətdarlığımızı bildiririk. Allah razı Çox olsun. önəmli olan nöqtələrə, həssas olan nöqtələrə toxundunuz və deyimdə lazım olan zərdə verdiniz. Allah sizə razı olsun. Əslində burada yəni gənclərdə bir xalq o baxışı ki, bu əsarət ki yaranır gənclər üzərində. Gəncdə özünü hər hansı bir sahədə görür. Misal ki, mən hər hansı bir məşğul olum. Onun valideynləri və yaxud da ətrafdan insanlar buna təlqin edirlər ki, sən mütləq şəkildə gedib filan ayrı təhsil almalısan. Yəni bu gənci sənətdə görür. Burada bir şey yoxdur ki, hər hansı bir sənət olmaqda, hər hansı bir peşə ilə məşğul olmaqda görür. Lakin ailə baskısı yox, filan kəsin uşağı instituta daxil olub, sən də mütləq şəkildə filan da. Əslində burada övladı düşünmür valideyn. Öz şəxsi mənafeyini düşünür və şəxsi yolunda övladı qurban verir. Onun xəyallarını qurban verir. Bu ən böyük problemdir. Amma bir tərəfdən də biz yəni o xalq praktiki ki var, mən bir neçə əlavə edeyim, sualı artıq verişimiz yekunlaşır. Burada bir dənə məsələ, əslində biz xalq olaraq, cəmiyyət olaraq ki, cəmiyyətin qınağı ki, bu qədər önəm kəsb eləyir, biz cəmiyyət olaraq mənfi şeyləri qınasaq, mənfi şeyləri qınaq səviyyəsindən aşağı salmasaq, əslində xalqa bir baxımdan çox yaxşı bir şeydir. Misal üçün, bu günləri xalq olaraq, bir cəmiyyət olaraq hər hansı bir əxlaqsızlığı qınasaq cəmiyyət olaraq, onlar həmin o şeyi mənfi qarşılasaq. İnsanlar ki var, əxlaqsızlığı təbliğ eləmək istəyirlər, bunu cəmiyyətdə yaymaq istəyirlər, insanlar qorxub bunu eləməyəcəklər. Yəni biz mütləq mənada xalqın qınağını kənara da qoya bilmərik. Əgər doğru yöndə qınanırsa, bu qınaq qüvvədə qalmalıdır ki, mənfi olan şeylər cəmiyyətdə yayılmasın. Bunu da biz nəzərə saxlayaq. Yəni mütləq mənada insanlar bir şey qınayırsa, ona belə bir şey yoxdur. Müəyyən mövzular öz qüvvəsində qalmalıdır. Növbəti sualı səndirmək istəyirəm qardaşım. Deməli, başqalarının əlavə edə bilərəm, üzr istəyirəm, bir-iki cümlə. Vaxtımız çox az qalıb, artıq 4 dəqiqəyə bitirməliyik. 4-5 dəqiqəyə bitir. Başqalarının fikrindən necə azad şey mənimizi tapa bilərik, ya kimliyimizi, özümüzü. 3 dəqiqə ərzində bu suala cavab verərik. Azadlıq barəsində danışaq. İlk öncə mən ümumi deyərəm. Ümumiyyətlə, İslamda azadlıq bizə nə? Yəni, azadlıq istədiyimiz hər bir şeyi yerinə yetirikmi? Yoxsa biz azadlıq deyəndə, belə deyək, cəmiyyətin forma bir fikir. Mən azadamsa istədiyim bir şey eləyə bilərəm. Məsələn, 2 evə gələrəm, 3-də gələrəm. Məsələn, mən istədiyim kimi geyinə bilərəm, istədiyim kimi şəhərə çıxa bilərəm və yaxud da istədiyi kimi kafeyə gedə bilərlər, bara gedə bilərlər, digər yerlərə gedə bilərlər. Mən azadam. Bu azadlıq prinsipini istəyirlər cəmiyyətə yaysınlar. Amma azadlıq istədiyin etmək yox, nəfsin, xalqın və qorxunun əsirliyindən qurtarmaqdır. Əsl azadlıq budur. İstədiyim formada, yəni gəzmək deyil. Və insanın da qəlbinin rahatlığı üçün biz Quran-Kərimə nəzər salanda Allah Quranda Rəd surəsinin 28-ci ayəsindən buyurur ki, qəlblər yalnız Allahı zikr eləməklə rahatlıq tapar. Nəinki hansısa bir azadlıq adını qoyub, hansısa bir pis insan rahatlıq və yaxud da azadlıq əldə edə bilməz. Vaxtımı? Bəli, yəni müminin sifətlərindən də biridir. Bazı şeylər var da, yəni onlar
qəlblərində bunu hiss edirlər Allahın zikrini. Bu möminlərin sifətləndirir. Bismillahirrahmanirrahim. İnneməl mu'minunəl-ləzīne izə zukirallahu vecilet İnneməl mu'minunəl-ləzīne izə zukirallahu bu cürlədir, bəli. Möminin sifətlərindəndir. Yəni həqiqətən də yaşayan. Bəli. Siz deməksiniz, bir dəqiqəsində fikrinizi deyəcəyiniz sözdə bir dəqiqə sığmaq mümkündürsə, bəli, fikrinizi Aha, bəli. Zeynalabdin qardaş, fikrim sonunda bu idi ki, yəni sizin sözünüzə qüvvət dedim ki, yəni bu mənada ki, yəni o köklərdən biri də siz dediniz ki, narazılıq, yəni özünü başqaları ilə rəqabətə aparmaq. Quran-Kərim bunu bizə qadağan edir ki, deyir, özünüzü başqaları ilə ölçməyin. Allah Təala Nisa surəsində buyurur ki, özünüzü başqaları ilə ölçməyin. Yəni insan başqaları ilə özünü rəqabətə getməməlidir. Amma nədə? Maddiyyatda. Məsələn, bahalı geyindi, filan bahalı maşında gəzdi, bahalı. Amma mənəviyyatda necə? Mənəviyyatda biz yuxarı baxa bilərik özümüzdən yuxarı. Məsələn, Peyğəmbərə baxa bilərik. elmdir, əxlaqdır, dürüstlükdür, doğruluqdur. Bunlar Bir var üzrlər, qibtə var, bir var həsəd var. Bunların arasında fərq var. Qibtə təqdir olunandır, həsəd bu qədər. Bəli. Dəyərli Pünhan, dəyərli Ziyad qardaşım, Allah hər birinizdən, bizim dəyərli qardaşımızsınız, Allah hər razı olsun, dəvətimizi qəbul elədiniz, öz dəyərli və önəmli fikirlərinizi izləyinizlə, bizlərlə bölüşdünüz. Allah Taala'dan sizlərə müvəffəqiyyət arzu edirəm. Allah həm bu dünyada, həm də qiyamət günündə sizləri razı qaldığın bəndələrindən qərar versin və zamanı imamına Əccəlallahu fərəcəhu şərifə layiqli xidmətçilərdən qərar versin. Allah Taala'dan istəyim budur. Sizlərlə bax həmişə. Allah razı olsun. Bax həmişə. Çox sağ olun dəvətinizə görə minnətdarlar olasınız. Çox sağ olun. Allah razı olsun. Mən öz təşəkkürüm bildirirəm. Dəvətinizə görə Allah razı olsun. Minnətdar. Allah razı olsun. Bəli, dəyərli izləyicilərimiz, məlum olduğu ki, onların fikri əsla Allahın razılığından, yəni insanların razılığını əsla ilahi razılıqdan ölçməməliyik. Ən birinci təmələ Allahın razılığını, Peyğəmbərin sallallahu aleyhi və səlləmin və onun pak əhl-i beytinin yolunu, mənhəcini qoymalıyıq. O yol, o mənhəc üzərə hərəkət edib, öz həyatı nizamlamalıyıq. Burada insanlar razı qalərlər, bu razılıq qalmamağa fikir verməliyik, Allahın razılığını önəmli tutmalıyıq və cəmiyyətdə maddi və zahiri görünüşlə deyil, mənəviyyatımız, əxlaqımız, elmimizlə cəmiyyətdə sözümüzü deməyə bacarmalıyıq. Xüsusi olaraq özümüz və ətrafımızda, övladlarımızdakı olan insanların həyatı ilə bağlı fikir bildirəndə də ilahi təmələ qoymalıyıq ki, həm biz, həm də fikir bildiyimiz insan mənfi bir haşməsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Elhamdülillahi Rabbil aləmin. Salli alə Muhammed və ali Muhammed. ...360 dərəcə canlı Azərbaycanda